Tekrardan başlatabilirsiniz. İyi ki böyle müəllimim var, iyi ki böyle kardeşim var. Onları hamısını çok istəyirəm, sevirəm. Ondan sonra iyi ki bir ömrləri məktəbdə oxuyuram. İyi ki belə məktəbim var. İyi ki belə yoldaşlarım var. Hamısını çok istəyirəm. Sen deyəsən Türk müziklərinə çox baxırsan. Mən bu məktəbi Mənə bax. O özü yazır, onunla işin olmaz. Mən bu məktəbi çox sevirəm. Qaskın olaraq bu Ağdama gəldim. Qoy, amma otursun, səsi gəlməsin. Sakin, buyur, başla. Bir nömrəli məktəbə gəlik. Çox sevinirəm ki, burada hər gün 5 alaraq. Sakin olaq, gözəl balalar, sakin olaq. Görək Nazilə bizə nə danışacaq? Nazlı. Nazlı yox, mən də yapışmışam Nazilə. Mənə bax, danış. Ürək nə istəyir, danış. Sən qəşək danışırsan. Qoşudur. Hə. Ağdam şəhərində yaşamaq mənim arzum idi. Mən atam buradan 15 yaşından çıxmış idi. Hə, təkrar başladı. Çox bunu sizdən olur, mənim yadımdan çıxır sözüm. Yaxşı, biz özümüz düzəldəcəyik. Sən ürək istəyən kimi danış. Çaşanda başdan deyirəm. Ağdam bir nömrə məktəbinə getmək istəyirəm. Dərslərim yaxşıdır. Yox, sən bayaq atanla danışırdın axı. Yadımdan çıxır. Mənim atam bu... Təkrardan başlatabilirsiniz. Başlatdıq. Hə. Nənəm mənə deyirdi, buradan çıxanda onun 30 yaşı var imiş. 30 yaşı var imiş. Çay muzeyi 30 tarixi var imiş. Mən dedim, nənə, niyə onun 30 yaşı olub? Deyirdi, bala, o çay muzeyi olub. Onun içində adamlar çay muzeyi adlandırıb. Onun içində çay içirmişlər. Çay muzeyi yox, çay evi. Çay evi olubmuş. Beləliklə də onun adı çay evi qalıb. Və onun hündürlüyü təxminən 50 ya da 100 olmalıydı. 100 olmaz. 100 olmaz. Sənin adın nədir? Melire. Melire. Mehmet. Ali. Dinən. Ali. Sema. Yıldar. Hikmət. Nazlı. İslam. Erdem. Hadize. Banu. Asad. Yusuf. Hırım.